Bugün sizləri Atəşgahdan salamlayıram. Atəşgah başda olmaqla proqramımızda Əmircanı tanıyacaqsınız. Qədim və orta əsrlərdə Cənubi və Şimali Qafqazda türk dilli tayfalar yaşamışlar. Türk dilli tayfaların yaşadığı ərazi Şirvana çox yaxın idi. Əmircan qədim Abşeron kəndidir. Abşeron farsça ab, su, Şiron, Şoran sözü kimi əlaqələndirilir. Əmircanın Xilə, Darül Elm kimi adları da vardır. Xilədə qədim Alban tayfalarından Hillilər yaşamışlar. Hillilər 26 Alban tayfalarından biri olmuşdur. Belə bir ehtimal vardır ki, Xilə adı da elə bu tayfanın adı ilə bağlıdır. Xilədə eyni zamanda Sufilərin və Masagget Maskut tayfalarının da yaşadığını təsdiq edən tapıntılar aşkarlanmışdır. Kəndin daha bir adı Əmir Həcdir. Əmir Həc ərəb sözü olub hacılar əmiri, ərəb xilafəti zamanında bir vəzifə və ya rütbə idi. Əmir sözünün lüğəvi mənası böyük, başçı, bəydir deməkdir. Xilə kəndinin xilafət zamanı sahibi Əmir Nizaməddini Şirvanşahı və Şeyxülislam Əmir Həz təyin etmişdir. Əmir Həc Nizaməddin 19-cu əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs, kəndin böyük mülkədarı olmuşdur. Kənd də elə onun şərəfinə Əmircan adlandırılmışdır. Uzaq keçmişdən xəbər verən tarixi abidə Nizaməddin məbədi. 14-cü əsrə aid Nizaməddin məscidi dəfələrlə bərpa edilmişdir. Bu məscid yonulmuş əhəng daşından tikilmişdir. Abidənin memarlıq baxımından əhəmiyyəti böyükdür. Məscidin baş qapısının üstündə kitabələr bir neçə tarixi dövrə əhatə etdiyi üçün Xilə kəndinin tarixi haqqında məlumat verir. Son bərpa işi memarlıq abidəsində Kəsrani Şirvanşahlar sülaləsinin dövründə edilmişdir. Məbədin üstündə olan kitabələrdən ən qədimi onun qərb fasadının mərkəz hissəsindəki qapının üzərindədir. Birinci sətir fars dilində yazılmış bir beytdir. Dünya bir əyləncə, dəbdəbə, şan, şöhrət və istirabdan başqa bir şey deyildir. Kitabənin ərəb dilində yazılmış ikinci sətri belə oxunur. Bu Allah evinin bərpasını Əzzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmir Həc təmir etdi. Hicri qəməri 730-cu il, miladi tarix 1329-1330-cu il. Uzaqdan baxanda məbəd o qədər də möhtəşəm görünmür. Ancaq nəzərə alaq ki, Azərbaycanda tikilən tarixi binaların əksəriyyətinin qatları yerin altındadır. Bu bina da eləcə 3 qat yerin altındadır. Texniki imkanlarımız məhdud olduğundan biz bugün aşağı qatlara enə bilmirik. Zaman-zaman Nizaməddin məbədi dövlət idarəçiliyinə xidmət etmişdir. Dövləti idarə edən hökmdarların məzarları bugün Əmircan mavzoleyində qorunub saxlanılır. Mavzoley 14-cü əsrə aiddir. Burada 3 məzar var. Birinci məzar, hökmdar, böyük mülkədar, dövlət xadimi, siyasətçi Fəxrəddin Qutluqşah oğluna məxsusdur. İkinci məzar, onun həyat yoldaşı Cahanbanının qəbridir. Üçüncü məzar, Şərafəddin Fəxrəddin oğlunun məzarıdır. Şərafəddin Fəxrəddin oğlu, Fəxrəddin Qutluqşah oğlunun qardaşıdır. Eyni zamanda ordunun ali baş komandanı idi. Türbənin içində 3 qəbir yan-yanadır. 2 qardaşın qəbri Əmir və Şərif. 3-cü qəbrin üstündə kitabədə 3 sətirlik belə bir yazı var. Allah, bu qəbir Cahan Banunundur.
Digər qəbrin baş daşının arxasında buta şəkli və Əmir Həc sözləri yazılıb. Bütün bunlar düşünməyə əsas verir ki, Əmir Həc bu kənddə yaşayıb və burada dəfn edilib. Göyçək Pir və Mavzali Azərbaycanın memarlıq tarixi üçün ən dəyərli maddi bir vəsiqə və maraqlı tapıntıdır. Əmircanda 14-cü Bu noktada gençliğimizi takviye eden çalışmalar yapmamız lazım. 2, ibadette güçlü çalışmalar ortaya koymamız lazım. Bütün yurtlarımızda, pansiyonlarda bunların olması lazım. 3, ahlak abidesi bir nesli özellikle kademinde yetiştirmesi lazım. Bu noktada üzerinizde önemli görevler olduğuna inanıyorum. Her şeyin devletten beklenilmesi değil. STK'larımızın bu noktadaki görevi çok şeyleri değiştirecektir. 4, muamelat meselesi ki bu da bizim için çok çok önemli ve muamelatta da yine çok önemli görevleri ifa edecek şekilde hocalarımızla burada verilecek seminerlerle bunu da çok iyi bir noktaya taşımamız lazım. Ve ben inanıyorum ki az önce de ifade edildiği gibi tek millet, tek bayrak, tek vatan, tek devlet anlayışıyla biz Türkiye'mizde birliği, beraberliği sağlayacağız. Bizi bölemeyecekler, bizi parçalayamayacaklar ve bizler de şu geçiş sürecini başarılı bir şekilde inşallah atlatacağız. Ve Kadem'in bu yeni faaliyet merkezi, hizmet binası inşallah tüm yöneticilere, tüm üyelerimize hayırlı olsun diyorum. Tüm buradaki hayırsever kardeşlerimizin katkıları sebebiyle kendilerine de çok çok teşekkür ediyorum. Şimdiden Ramazan bayramınızı, öncelikle Ramazan ayı ardından bayrama Rabbim bizleri kavuştursun diyorum. Tebrik ediyorum. Kalın sağlıcakla. Sayın Cumhurbaşkanımız Recep Tayyip Erdoğan'a çok teşekkür ediyoruz. Sayın Cumhurbaşkanım, sizi çok az bir zaman daha sahnede misafir edeceğiz. Hediye takdimimiz olacak. Saygıdeğer hanımefendi Emine Erdoğan hanımefendiyi de sahneye... Allahu Allah vaghfirli vel muslimin Allahu Allah Hasbi Rabbi Jallallah Allahu Allah Ma fi kalbi gayrullah Allahu Allah Ala hadi sallallahu Allahu Allah La ilahe illallah Allahu Allah. Əmircan təpə üzərində salınmışdır və 4 tərəfdən təpələrin əhatəsindədir. Yeni salınan kəndin insanları daha çox əkinçiliklə məşğul olurdular. Burada torpaq o qədər münbit idi ki, qulluğa belə ehtiyacı yoxdur. Torpağa düşən dən və meyvə tumları cücərib məhsul verirdi. Xilə torpağında əncir, üzüm, püstə, badam, heyva, nar, ərik və daha çox zəfəran yetişdirilirdi. Əmircanda Böyük Şor adlandırılan göl var. Şor gölünün duzu çox keyfiyyətli olduğundan kənd cəmaatı ilə bərabər Abşeron kəndlərindən də duz toplamaq üçün buraya gəlirdilər. Hər adam ehtiyacı qədər duz toplar, bir hissəsini məişətdə istifadə edər, qalan hissəsini satıb çörək pulu edərdi. Hər ilin iyul ayı duz yığımı ayı sayılırdı. Ailə üzvləri hamılıqla şora girər, duzu toplayıb bir yerə yığar. Arabalarla daşınan duz qurudular, hazır olduqdan sonra gəmilərlə Rusiya, Astraxan, Türkmənistan, İran və başqa ölkələrə daşınardı. 20-ci əsrin 20-ci illərindən sonra
görə Sasani şahları dövründə, sonralar da Ərəb xilafəti zamanı Abşeronun, əsasən də Əmircanın neftindən və qazından geniş istifadə edilmişdir. 17-ci, 18-ci əsrlərdə Suraxanı sahəsində ən qiymətli hesab edilən ağ neft çıxarılırdı. Yerli sahibkar Cavad adlı şəxs Əmircanın yuxarı hissəsində ilk ağ neft zavodu tikdirmişdi. Bundan sonra xarici ölkələrin şirkətləri Bakıya axışmağa başladılar. Bakı mədənlərində gözlənilmədən elə fontanlar olurdu ki, bəzən gündə 1000 tonlarla neft vururdu. Bugün bir parça çörəyə ehtiyacı olan adam sabah milyonçu olurdu. 1901-ci ildə neft milyonçusu Murtuza Muxtarovun vəsaiti hesabına kəndin mərkəzində məscidin təməli qoyuldu. 1908-ci ildə tikili artıq başa çatmışdı və kənd cəmaatı məscidə ibadətə gəlirdilər. Cümə məscidi 1908-ci ildə Murtuza Muxtarovun vəsaiti ilə memar Zivər bəy Əhmədbəyovun, ustalar Kərbəlayı Əhməd Səmədoğlu, Mirzə Məlik Abbasquluoğlu, Şeyda bəy Məsmalı tərəfindən tikilib başa çatdırılmışdır. Məscidin ilk axundu Mirzə Axund Əbu Turabi olmuşdur. Bismillahirrahmanirrahim. 1901-ci ildə Murtuza Muxtarov Əmircanda məscid tikmək qərarına gəlir və kənd cəmaatını məscidin ətrafına yığır, məscidin yerinin ətrafına yığır və məsciddə cəmaatının namaz qılanları, ibadət edənləri və ağsaqqallarla məscidi tikmək qərarına gəldiyini bildirir. Cəmaat isə Murtuza Muxtarova öz təkliflərini bildirirlər. Təkliflər bundan ibarət olur. Biz istəyirik ki, burada gözəl bir binalı məscid olsun. Murtuza Muxtarov məscid haqqında ümumi məlumat cəmaata verir və cəmaatın fikri Murtuza Muxtarova kömək etmək məqsədi olur. Murtuza Muxtarov 1901-ci ildə Zivər bəy Əhmədbəyova öz fikirlərini deyir və Zivər bəy Əhmədbəyovun planları əsasında, layihəsi əsasında məscidin təməl qoyması başlanılır. Cəmaat tərəfindən də Murtuza Muxtarovun tikintisində kömək eləyənlər olub. 1909-cu ildə Murtuza Muxtarovdan məscid üçün Quran yazdırmağı xahiş edirlər. Həmin il Pakistanda 26 kiloqram ağırlığında olan bu Quran 7 kiloqram qızıl suyu ilə yazılmışdır. Müqəddəs Quran-ı Kərim Pakistanda yazılsa da, amma əsas xəttadı deyilənlərə görə Əmircanda olub. Və onu da qeyd eləyək ki, Müqəddəs Quran-ı Kərimin əvvəl və axır surələri Bismillahirrahmanirrahim və Fatihə surəsindən başlanılır. 1937-ci ildə repressiya illəri başlayır. Azərbaycanın şəhər və kəndlərində fəaliyyət göstərən məscidlərin qapısına qıfıl vurulur. Quranlar yandırılır. Əmircandakı Cümə məscidi də bu taleyi yaşayır. Amma kənd sakini Səkinə xanım Quran-ı Kərimi qoruyub saxlamağı bacarır. O müqəddəs kitabı evinin zirzəmisində gizlədir. İllər və zirzəmi Quranın ilkin görkəmini dəyişir.
Yalnız Azərbaycan 1990-cı ildə azadlıq qazandıqdan sonra məscidlərə vurulan qıfıllar sındırıldı. Səkinə xanım da müqəddəs kitabı yenidən məscidə qaytardı. Hal-hazırda bu Quran Cümə məscidində qorunub saxlanılır. Mübarək Quran-ı Kərim onu da qeyd eləyir ki, dəfələrlə müsabiqələrdə və Quran müsabiqələri və məxsusən sərgilərdə birinci yerə layiq görülüb. Və layiq görülməyinin əsas mərhələsi də odur ki, qədim bir Qurandır və o cümlədən də Qızıl Suların yazılması ilə əlaqədar çəkisinin də olduğu özü məxsusa yer tutur. Neft magnatı, böyük xeyriyyəçi və mesenat Murtuza Muxtarovun ölümündən sonra kənd cəmaatı onu məscidin həyətində dəfn etdilər. Ta qədimdən Azərbaycan odlar diyarı kimi məşhurdur. Bu da heç təsadüfi deyil. Bakının, Abşeronun dörd bir tərəfində neft və qaz çıxmaqla bərabər yanar ocaqlar da mövcud idi. Və elə tam qədim zamanlardan da insanlar bu oda sitayiş edər, odu müqəddəs bilərdilər. Od məbədi olan Atəşgah Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Atəşgah 17-ci, 18-ci əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir. Mərkəzi məbəd səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Xiləlilər Atəşgaha əvvəldən müqəddəs yer kimi baxmışlar. Atəşgahı atəşpərəslərin Məkkəsi də adlandırmışlar. Azərbaycan xalqı ta qədimdən odu müqəddəs bilib ona sitayiş etmişdir. Odun müqəddəsliyini sübut edən adətlər bugünə qədər də qorunub saxlanılır. Bayramlarda şam yandırmaq, tonqal qalayıb üstündən atlanmaq, yanar ocağa su atmamaq, toy günü bəylə gəlinin yanında şam qoymaq. Yazılı mənbələrə görə Zaqafqaziyada Abşeron bölgəsi və Xilə də zərdüştlüyün mərkəzi olduğundan burada oda sitayiş etmişlər. 19-cu əsrdən etibarən və daha sonralar ərəb, türk və fars mənbələri Bakını atəşpərəslərin yaşadığı, sönməyən odların yandığı yer, əbədi odlar diyarı adlandırmışlar. Və günümüzdə də Azərbaycan odlar yurdu, odlar diyarı kimi dünyaya tanınmaqdadır. Atəşgah məbədi bir zamanlar Atəşhun, sonralar Atəşkidə, günümüzdə Atəşgah adlanır və bütün dünyada da elə Atəşgah məbədi olaraq tanınır. Nəzərə alsaq ki, dünyada 200 mindən artıq
Zərdüşt dininə sitayiş edən insan yaşayır və onların da çoxsu bu məbədə ən çox da Novruz bayramında, 21 mart günündə gəlirlər, bəzi mərasimlərini burada qeyd edirlər. Alova qurban vermə mərasimi məsəl üçün, öz dini ayinlərini həyata keçirirlər, ibadət edirlər. Onların da yəni eyni İslamdakı kimi namaz kimi bir yəni ibadətləri var. Gündə 5 kərə ibadət edirlər. Müasir hindilər hinduizm dininin bəzi əlamətlərini zərdüştliklə birləşdirmişlər. 1863-cü ildə səyyah Kempfer Xilədə odların təsvirini vermiş, bu yeri yanan çöl adlandırmışdır. Kempfer xəbər verir. Qədim Fars tayfası nəslindən olan 2 nəfər, gəlmə atəşpərəs hindilər bərpa etdikləri divarın ətrafında hərəkətsiz halda oturaraq əbədi tanrıya dua oxuyur. Yerdən çıxan alova baxaraq ona səcdə edirdilər. O sonra yazır. Əvvəllər buradan 500 metr aralarda bir vaxtlar bu alovun yandığı yan-yana 7 oyuq görünürdü. Həmin alov sönəndən sonra od mənim təsvir etdiyim yerdən üzə çıxmışdır. Kempferin təsvirinə əsasən həmin yerdə 17-ci əsrin sonundan və 18-ci əsrdə Xilə ibadətgahından Hind atəşpərəslərinin bərpa etdikləri hicrələrdən ibarət atəşgah xeyli əvvəl atəşpərəslərin 7 oyuqlu ibadətgahı olmuşdur. 2-ci əsrdən, demək 7-ci əsrə qədər İslamın Azərbaycana gəlişinə qədər bu məbəd olmuşdur. Yəni burada zərdüştlər ibadət etmişdilər. 7-ci əsrdə İslam gəldikdən sonra Azərbaycana onlar Hindistana getmişlər. İndi də onların Hindistanda demək nəsilləri var, yaşayırlar. Ən çox onlar Hindistanın şimal bölgəsində, Gucaratda, daha dəqiq desək Mumbai şəhərində məskunlaşmışdılar. Hindistanda yaşayan zərdüştlərə parslar deyirlər. Bir də hal-hazırda ən çox hissə İran ərazisində yaşayır. İranda yaşayan zərdüşt dininə sitayiş edənlər isə Qəbirlər tayfası deyirlər. Atəşgahın ikinci həyatı artıq başlayır 17-ci əsrdə. Azərbaycan ərazisindən Böyük İpək yolu keçirdi və Azərbaycan bir çox şərq ölkələri ilə ticarət əlaqələrinə, iqtisadi əlaqələrə malikdir. O cümlədən də Hindistanla. İlk növbədə Hindistandan Azərbaycana tacirlər gəlir. Tacirlər gəlib burada sönməyən alovları görürlər və öz ölkələrində bu barədə danışmışdılar. Daha sonra, həmin o tacirlərdən sonra atəşgah məbədinə parslar gəlməyə başlayır. Və parslar gəlib bura maddi yardım edirlər, pul yardımı edirlər və onların pulu hesabına, maliyyə vəsaitləri hesabına yerli ustalar tərəfindən məbəd yenidən inşa olunur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Suraxanı məbədi kerasin zavoduna çevrildi. Günbəzdəki od isə söndürüldü. Yalnız 1970-ci illərin əvvəllərində Indira Gandhi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra məbədin ərazisi təmizləndi, tikili təmir edildi və yerdən daima çıxan qaz alovlandırıldı, əbədi məşələ çevrildi. Demək olar ki, Bakıya gələn məşhur səyyahlar, alimlər, dövlət xadimləri hər zaman Xilədəki atəşgah məbədi ilə maraqlanmış və bu yeri görməyə gəlmişlər. Bugün də atəşgah dünyanın səyyahlarının və alimlərinin ziyarət etmək istədikləri müqəddəs yerdir. Hindistan prezidenti Indira Gandhi atəşgahı ziyarət etmiş. Norveçin görkəmli səyyahı, tarixçisi, yazıcısı, dünyanı qarış-qarış gəzmiş Tur Heyerdal dəfələrlə atəşgahda olmuş. Buranın qədimliyi və müqəddəsliyini qeyd edərək, yenə Azərbaycana gəlsəydim, bu canlı tarixi təkrar-təkrar görmək istərdim demişdir. Atəşgah karvan yolunun üzərində yerləşdiyindən buradan keçən karvanlardakı tacirlər ayaq saxlayar, gördüyünüz hücrələrdə dincələrdilər. Aralarında atəşpərəs vardısa, bu atəşlərdə ayinlərini yerinə yetirər, oda sitayiş edərdilər. Hər insan 3 prinsipə əməl etməlidir.
yaxşı sözlər, yaxşı fikirlər və yaxşı əməllər. Bu prinsiplərə sadiq qalan zərdüştlər dördlük təşkil edən ünsürləri su, od, hava və torpağı pak və müqəddəs sayırdılar. Onlar atəşi daha artıq ehtirama layiq görüb, onu nur və işıqlıq simvolu, ilahi məlaküt nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Mazda'nın rəmzi hesab edirdilər. Əfsanəyə görə burada peyda olan ilk zərdüştlər çox gözəl idi. Hündür, alagöz, sarışın. Onlar müdrikliyin hökmdarı olan Ahura Mazda'ya sitayiş edirdilər və ölümdən sonra ruhun vicdanla görüşünə inanırdılar. Atəşpərəstlər oda sitayişi saatlarla, bəzənsə aylarla odun kənarında durmaqla həyata keçirirdilər. Ayaqlarını qatlayıb bardaş quran Zahid, ocağa baxaraq həm özünün tərki dünya həyatını yaşayır, həm də ibadət edirdi. Bundan başqa oda sitayiş edənlər əmin idilər ki, bədənlərinə əziyyət verməklə günahlarından qurtulurlar. Onlar özlərinə əzab verməyi sevirdilər. Cəza vermə müxtəlif idi. Kimi həsirdə bir tərəfi üstündə günlərlə uzanıb bədənini keyidir. Kimisi isti əhəngdə yataraq yüksək temperaturda bədənini yandırır. Başqa birisi ölənədək 30 kiloqram ağırlığında zəncir daşıyırdı. Daha bir eksponatda Zahid uzun müddət boyunca uzanaraq sağ əlini arxaya atır. Bir müddətdən sonra bədəndə qan dövranı dayanır və insanın bədəni bütünlükdə iflic olur. Atəşpərəstlər ruhun başqa bədənə köçməyinə inanırdı və bu məbəddə günahların yuyulması bu cür əzablı yolla seçilmişdi. Atəşgahda ibadət edənlər vegetarian olmuşlar. Əsas qidaları da düyü, meyvə və tərəvəzidir. Ona görə zərdüştlüyə sitayiş edənlər oda, meyvələri qurban verməyə üstünlük verirdilər. Armud və şaftalı isə onlarda müqəddəs sayılırdı. Məni çox maraqlandırır. Bu hücrələrdən birinə girib baxmaq istəyirəm. Bilirəm ki, sizlərə də maraqlı olacaq. Kiçik bir otaqdır. Gördüyünüz kimi kameramanım göstərsin. Burada ocaq yerləri var. Burada gecələyən tacir oda sitayiş edə bilərdi. Və bir tərəfdə də təbii ki, dincəlmək yeri olmuşdur. Atəşgah 1964-cü ildən 2008-ci ilə qədər muzey kimi fəaliyyət göstərib. 2008-ci ildən isə dövlət tarixi və memarlıq abidəsi kimi fəaliyyətdədir və buradakı bütün hücrələrdə məbədin keçmişini əks etdirən eksponatlar, ekspozisiyalar yerləşir və məbədə gələn qonaq, turist məbədin keçmişi haqqında yetərincə məlumat toplaya bilir. Burada gördüyünüz kiçik hücrələrlə bərabər böyük hücrələr də var ki, bu hücrələrdə ancaq keçmiş əsrlərdə varlı tacirlər, varlı insanlar qala bilərdilər. Bəzi hallarda otaq böyük olduğundan, həm də qaldıqları müddətdə büdcələrinə zərər gəlməsin deyə atəşpərəstlər heyvanları ilə bir otaqda gecələyirdilər. Bu onların ürəyincə olmasa da, uzun müddət burada qalmaqları naminə başqa çarələri yoxdur. Hind atəşpərəstlərinin ayın zamanı oxuduqları duaları gələn qonaqlar səsli olaraq bu hücrədə eşidə bilirlər. Son hücrələrdə eksponatlar müasir üslubda işlənib hazırlanmışdır. Keçmişlə bugünün vəhdəti daha da çəkici olmuş, hər iki zamanı özündə birləşdirmişdir.
Atəşgah müqəddəs məbəddir. Bu müqəddəs məbəd və burada alovlanan əbədi atəş əsrlərin tarixini özündə qoruyub saxlayır. Kim bilir, hələ neçə səyyah, odlar diyarının sirrini, tarixini öyrənmək istəyən neçə-neçə insan bu odun işığına gələcək. Bu alovun ətrafında birləşəcəkdir. Daha bir proqramımız sona çatdı. Bakının Əmircan qəsəbəsindən Can Azərbaycan dedik. Gələcək həftə yenə də bizi gözləyin. Sağlıqla qalın.